Allah Nəbisi Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, kim Allah yolunda bir gün oruç tutarsa, Allah Teala o şəxslə cəhənnəmin arasını yerdən göyə qədər uzaqlaşdırıb onu cəhənnəmdən kənar edər. Bir xəndək sənlə cəhənnəm arasında qoyular, o xəndəyin eni yerdən göyə qədər. Bizim gördüyümüz ən böyük xəndək kanallar 15-20 metr eni var. Bir xəndək düşünək yerdən göyə qədər. Hələ bir gün oruca verilən bu möhtərəm cəmaət savab və mükafatdır. Hamısından başa düşürük ki, elə Ramazan ayı məhz günahların bağışlanması üçün qoyulub, insanın əff olunub, islah olunması üçün qoyulub. Bu ayda olan ibadətlər insanın kiçik günahların bağışlatdığı kimi böyük günahların da cəzasından azalır. Es-salavatul xamsu vel-cum'atu ila cum'ati ve Ramazanu ila Ramazane mukeffiratun ma beynehunne. 5 vaxt namaz. Ramazan növbəti Ramazana qədər. Cümə növbəti cüməyə qədər arada olan günahları bağışladıb əff edir. Amma bir şərt var. İvəctunibətil kəbair. İnsan özün böyük günahlardan saxlasa. Böyük günahlardan saxlasa, məhz bu əməllər, qardaşlarım, bizim günahlarımızın bağışlanmasına səbəb olar. Təsəvvür edin, bu Ramazandan ta növbəti Ramazana qədər. Bu namazdan ta növbəti namaza qədər. Bu cümədən növbəti cüməyə qədər Allah Teala arada olan günahları bağışladır. Ona görə də özümüzü qoruyaq. Xüsusən də dillə olan günahlar. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, oruc bir qalxandır. Əgər sahibi ona zərər vurmaz. Cəhənnəm odundan qoruyan bir qalxandır, sahibi ona zərər vurmasa. Soruşurlar ki, nədir insanın orucuna zərər vuran şey? Buyururlar ki, söz aparıb söz gətirmək, qeybət, dedikodu. Subhanallah, o qədər orucu məhv eləyən bu iki əməldir. Qeybət, dedikodu, söz aparıb söz gətirmək. Allah Nəbisi sallallahu aleyhi ve sellem bu ki, mən ləm yədə'a qavləz-zuri vəl-amələ bihi vəl-cəhlə fəleysə lillahi hacətun fi ən yədə'a ta'amahu və şərabə. Kim yalan danışmağı və yalanla iş görməyi və cahilliyi yığışdırıb həyatından uzaqlaşdırmasa, Allahın onun ac və susuz qalmağına ehtiyacı yoxdur. Yəni, sən o boyda orucdan nə qalır? Yalan ucbatından, yalan iş görməyə, cahillik. Nədir cahillik, qardaşlar? Ən sadəsini deyim, şəkil çəkdirmək. Şəkil çəkdirib, nə bilim, statusa qoymaq. Yəni, mənasız şeylər. Hamısı sənin orucunun savablarını aparır. Hətta bəzi alimlərə görə yalan danışmaq ümumiyyətlə orucu pozur. Həmin gün getdi.